Yağışlı havalardan sonra həyətiniz və yaxud da həyətyanı sahəniz su altında qalıb. Bu videoda iki ağac haqqında danışacağım ki, bu ağacı həyətinizə əksəz, həyətinizdəki artıq suları çəkib buxarlandıracaq. Əgər maraqlıdırsa, telefona, ekrana, monitora bir balaca yaxın oturun, səsi artırın, başlayaq. Salam bağbanlar və bağ həvəskarları. Eyni zamanda yağışlardan sonra həyətyanı sahələri su altında qalanlar. Bu video məhz sizin üçün çəkirəm. Mənim Ləhişdəki qonşularım 20-ci dalan, 25-ci dalandan aşağı və arxa tərəfdə 42-ci dalandan yuxarı videolarda görürəm, paylaşımlarında görürəm, sonra digər ərazilərdə görürəm necə yağış yağdıqdan sonra həyətyanı sahələri su altında qalıb, necə əziyyət çəkirlər. Bu videonu məhz qonşularım və həyəti su altında qalanlar üçün çəkirəm. İki ağacı çəkəcəm, uzatmayacağım, birbaşa keçirəm mətləbə. Birinci ağac evkalipt ağacıdır. Dəfələrcə bu barədə danışmışam. Evkalipt ağacı təbiətin canlı su nasosudur. Torpağın dərinliklərinə girib, qrunt sularına çatır və başlayır qrunt sularını çəkib torpağı qurutmağa. Videonun irəliləyən hissələrində hansı yaşlı ağac nə qədər su çəkir, o barədə də danışacağım. Sadəcə ondan qabaq bir-iki məlumatı da vermək istəyirəm. Evkalipt haqqında başqa bir məlumat verim. 20-30-cu illərdə Roma ətrafındakı bataqlıq və bataqlıqda yaşayan malariya xəstəliklərinin daşıyıcısı olan ağcaqanadları məhv etmək üçün Roma ətrafında evkalipt ağacından bir meşə salıblar. Və bu tarixdə ən uğurlu bataqlıq qurutma bir əməliyyatı kimi tarixə düşüb. Evkalipt ağacı haqqında bir çox ölkələrdə araşdırmalar aparılıb. Bu Hindistan və Efiopiya, eyni zamanda evkaliptin vətəni olan Avstraliyada. Və sübut olunub ki, evkalipt torpağın dərinliklərindən suyun çıxarıb buxarlandırması üçün ən uğurlu ağaclardan biridir. İkinci ağac haqqında da deyim, ondan sonra hər bir ağac nə qədər su çəkir, onu da deyim sizə. İkinci ağac söyüd ağacıdır. Bəli, bildiyimiz söyüd ağacı. Bizdə Azərbaycanda ən çox iki növü geniş yayılır. Bir salxım söyüdlərdir, bir də adi söyüdlər. Mən biləni, bəlkə də başqa növü də var. Hər iki söyüd, bunlar söyüdün kökü, evkalipt ağacının kökü kimi dərinliyə getməsə də, torpağın üst qatında çox sıx olur və torpağın üst qatında olan rütubəti qurutmaq üçün çox effektiv bir ağacdır. Hər iki ağacın mənfi cəhəti də var. Ondan deməmişdən, o mənfi cəhəti deməmişdən qabaq keçək dediyim kimi neçə yaşlı evkalipt və söyüd ağacı nə qədər su içir. O məlumatı verim. Çalışıram videonu uzatmayım. Deməli, konspektim var, oradan oxuyacağım. 2-5 yaş arasındakı evkalipt ağacı günə 20-50 litr su arası 20-50 litr arası suyu torpaqdan çəkib buxarlandırır. Bir evkalipt 2-5 yaş arası günlük 20-50 litr suyu torpaqdan çəkib buxarlandırır. 5-15 yaş arası evkalipt ağacı günlük 200-500 litr suyu torpaqdan çəkib buxarlandırır. Təsəvvür edirsiniz. Bir ağac günlük 200-500 litr arası, 5-15 yaş arası olan ağac. Və daha böyük ağaçlar, 15 yaşdan yuxarı olan ağaçlar günlük, ideal şəraitdə 700-1000 litrə qədər su çəkdiyi qeydə alınıb. 15 yaşdan yuxarı evkalipt ağacı günlük 700-1000 litr. Təsəvvür edirsiniz bu nə deməkdir? Keçək söyüd ağacına. Deməli, evkalipt ağacı vurğulayım, torpağın dərinliyindən çəkir. Söyüd ağacı haqqında isə, söyüd ağacı orta yaş söyüd ağacı, yəni 5-15 yaş arası söyüd, daha doğrusu 5-15 yaş arası, düz dedim, söyüd ağacı günlük 150-300 litr
suyu mənimsəyib buxarlandıra bilir. Vurğulayıram ki, evkalipt dərinə gedir, söyüd torpağın üst qatında, yəni 1 metr, 2 metr dərinlikdə olan suyu 5-15 yaş arası söyüd günlük 150-300 litr arası. Daha böyük söyüd ağacı gündəlik 400-500 litr arası suyu torpaqdan mənimsəyib buxarlandıra bilirlər. Beləliklə, evkalipt ağacı, orta yaşlı evkalipt ağacı günlük orta su istehlakı 200-500 litr, söyüd ağacı günlük 150-400 litrdir. Evkalipt ağacı dərin qrunt sularını çəkmək üçün, söyüd ağacı səthi rütubətli bataqlıqları azaltmaq və yaxud da yağışdan sonra yaranan həyətinizdəki suyu qurutmaq üçün istifadə edə bilərsiniz. Əmması bayaq dediyim mənfi cəhət ondan ibarətdir ki, hər iki ağac çox tez böyüyürlər sulu ərazilərdə. Evkalipt ağacı çox tez böyüdüyü üçün onun gövdəsi sərtləşə bilmir və küləkdən qırıla bilir. Evə yaxın əksəs qırılıb evinizə və yaxud da həyətyanı sahənizdəki tikiliyə ziyan vura bilər. Söyüd də həmçinin çox tez böyüyür, qırılma ehtimalı var və kökü dediyim kimi çox geniş yayılır, çox sıx olur deyə evinizə ziyan vura bilər və hər iki ağac əgər həyətinizə əkirsinizsə, nəzərə alın ki, torpağınızı qurudacaq və ora əkdiyiniz başqa bir ağaclar sudan əziyyət çəkəcəklər. Bu məlumatı hardan götürmüşəm, bunu da deyim sizə, araşdırmalarımı hardan çıxartmışam. Deməli, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı evkalipt ağacının su istehlakı haqqında məqaləsindən çıxartmışam. Bir də Hindistan, Efiopiya və Avstraliyanın, bu Avstraliya evkaliptin vətənidir. Oradan olan məqalələrin içindən informasiyanı çıxardıb qısalt şəkildə sizə təqdim etdim. Əgər videonu faydalı hesab edirsinizsə, sizin sağ tərəfinizdə, mənim solumda, burada aşağıda bəyən düyməsi var, onu tıklayın. Abunə olmamışsınızsa, abunə olun istəyirsinizsə və şərhlərinizi yazın. Siz ərazilərinizdə hansı ağaclardan istifadə edirsiniz? Qonşularımı və ləhəş qonşularım üçün əsasən bunu çəkdim, bu videonu. Ümid edirəm istifadə edərlər məsləhətimdən. Belə, demək istədiyim bu qədərdir. İzlədiyiniz üçün təşəkkür edirəm.